Anthony Joshua Jake Paul-u 6-cı raundda nokautla məğlub elədi. Açığı desəm, mən belə bir döyüş gözləmirdim. Fikirləşirdim ki, şou xarakterli bir döyüş olacaq və sonda xal hesabı hansısa tərəfə verəcəklər döyüşü ya da heç-heçə başa çatacaq. Amma görünür, təmiz boks döyüşü keçirildi və Jake Paul nokautla məğlub oldu karyerasında ilk dəfə olaraq. Buradan mənim ilk ağlıma gələn nə oldu? Yadınızdadırsa, o vaxt Francis Ngannou'nu da Anthony Joshua nokautla məğlub eləmişdi. Boksu xilas eləmişdi, belə demək mümkündürsə. Çünki Fury ilə çox yaxşı bir döyüş keçirmişdi Ngannou, hətta onu knockdowna salmışdı. Hamı fikirləşirdi ki, artıq boksun çempionlarını məğlub eləməyə hazırdır Ngannou, amma Joshua çıxdı və boksu xilas elədi. İndi isə Jake Paul Mike Tysona qarşı döyüş keçirmişdi və onu məğlub eləmişdi. İndi də çıxdı Joshua yenə boksu xilas elədi. Yəni Anthony Joshua'nı belə fikirləşirəm ki, boksun xilaskarı kimi salıblar ortalığa və boksu xilas eləyə-eləyə gedir. Görək sonu nə olacaq.